Hər kəsə salam. İndi biz baxırıq ardıcıllıq mövzusuna. Yəni bu da 5-8-ci sinifə qədər hər kəs işləyə bilər. Həmçinin 1-4-cü sinifdə işləyə bilər. Sadəcə asan, orta və çətin səviyyəyə görə dəyişə bilər. Ardıcıllıqda ardıcılıqlar 2 cür, 3 cür olur. Yəni sıra ilə artan ardıcıllıqlar, qarışıq şəkildə artan ardıcıllıqlar və yaxud da sütun şəklində olan ardıcıllıqlar. Bunlar sadəcə artan ardıcıllıqlardır. Baxırıq ki, bunlar necə alına bilər. Məsələn, 43-ə baxıram. Fikir versəz 1, 4, 8, 13, 15 bu şəkildə artırılır. Və burada bir şey diqqət edirik ki, bir rəqəmdən 2 dənə var. Əgər bir rəqəmdən 2 dənə varsa, ən rahat qaydası biz bunları bir ötürüb bir baxırıq. Yəni 1-dən 8-ə, 8-dən 15-ə, 15-dən ikinci 22-yə. Və bunlara fikir versəz, hər biri üstəgəl 7 ardıcıllığına artır. Bura qaydanı tapdıq. Başqa heç nə yoxdur. Düşürəm aşağı hissəyə. 4-dən 13-ə baxıram. Bilirəm ki, 4-ün üstünə 9 gəlsəm 13 eləyər. 13-dən 22-yə baxıram. Bilirəm ki, 13-ün üstünə 9 gəlsəm 22 eləyər. Və 22-dən də cavabı baxıram. Onda 22-nin üstünə də 9 gəlirəm, eləyər 31. Olur cavabımız C variantı 31. İndi baxırıq 44-cü suala. 44-cü sualda baxsaq 3, 6, 9, 12, 27 bu şəkildə artır. Deməli, burada vurmadan da istifadə edə bilərik. Toplamadan da istifadə edə bilərik. Yəni, hər cür qaydadan istifadə edə bilərik. Ən çox mənə, məsələn, uzaqdan diqqətlə baxıram ki, nələr var. Fikir verin, 3-dən 9 var. Bilirəm ki, 3-ü 3-ə vursam 9 eləyir. 9-dan da 3-ə vuranda 27 var. 27-dən də 3-ə vuranda 81 var. Bunları bu şəkildə ayırdım. İndi baxıram aşağı hissəyə. 6-dan 12-yə. 6-nı 2-yə vuraram 12 eləyər. 12-ni 2-yə vuraram 24 eləyər. 24-ü də 2-yə vuranda 48 alınır. Cavabımızda da əmin olduğumuza görə deməli cavabımız olur 48. Baxırıq 45-ci suala. 45-ci sualda əgər sual işarəsi əvvəldədirsə bu sizi çaşdırmasın. Siz axırdan rahat şəkildə əvvələ qayıda bilərsiniz. Nə edirəm? Baxıram 22-dən 17 alınır. Necə alına bilər? Bilirəm ki 22-dən 5 çıxsam 17 alınır. 17-dən 13 necə alına bilər? 4 çıxıb. 13-dən 10 necə alına bilər? 3 çıxıb. 10-dan 8, 2 çıxıb, 8-dən 7, 1 çıxıb. Onda cavabı almaq üçün nə edirəm? 7-dən 0 çıxıram. 7-dən də 0 çıxanda elə 7 olur. Olur cavabımız D variantı. 46-cı suala baxaq. Məsələn, 46-cı sualda 34, 32, 30, 27 bu şəkildə azala-azala gedir. Birinci baxıram ki, 34-dən 2 çıxsam 32 alınır, 2 çıxsam 30 alınır. Sonra 3 çıxıram, 30-dan 3 çıxıram 27, 3 çıxıram 24. Sonra 24-dən 4 çıxıram 20, 4 çıxıram 16. Fikir versiniz 2-2-dir. Yəni 2 dənə 2 çıxdı, 2 dənə 3 çıxdı, 2 dənə 4 çıxdı. Bu dəfə nə etməliyəm? Artıq 2, 3, 4, sonra gəlir nə? 5. Bu dəfə 16-dan 5 çıxıram. Bu da eləyir 11. Olur A variantı. Son olaraq 47-ci suala da baxaq. Burada 16-dan 23, 23-sə 28, 38 bu qaydadan artır. Bu sualların da fərqli bir qaydası var. Necədir? 16-ın üstünə 7 gəlirəm, eləyər 23. 23-ün üstünə 5 gəlirəm, eləyər 28. 28-in üstünə 10 gəlirəm, eləyər 38. Fikir versəz bu ədədlər heç biri səliqədən artmayıb da 7, 5, 10. Yəni aralarında bir məntiq yoxdur. Və bunları hardan alıb buna baxırıq. Biz bilirik ki 16-nın rəqəmləri cəmi, yəni 16 üstünə nə gəlir? 1-nin 6-nın cəmi. Həqiqətən 16-nın rəqəmləri cəmi 7 eləyir, 16 üstünə 7 gəlir 23 eləyir. Və eyni bu 23-də də alınır. 23-ün rəqəmləri cəmi, yəni 23 üstünə gəlirəm 2 ilə 3-ün toplamı. Bu da eləyir 23-ün rəqəmləri cəmi nə eləyir? 5. 23 üstünə gəl 5, həqiqətən 28 alınır. Axıra qədər yoxlayırıq ki, bu qayda hamısında alınır. Onda cavab tapmaq üçün nə edirəm? 62-nin üstünə gəlirəm 6 ilə 2-nin toplamı. Yəni 62 üstə gəl 8 eləyir 70. Olur cavabımız D variantı.